Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Yayılan şayiələrə inanmayın. Allah hər şeyi görür. Bizə nə 10 min, nə də 90 min verilib. Bu sözləri Bakıda Bolt taksi şirkətinə məxsus BYD avtomobilinin qəza törədən sürücüsü Anar Nəcifov deyib. Mən nə kiminsə haqqına girərəm, nə də artıq söz deyərəm. Bizə 3-4 min pul yığılıb. İnsanın Allahdan qorxusu olar. O pul bugün var, sabah yox. İnsan kömək edəndə də Allah yolunda edir. İnsanın düzgünlüyü kişi sifəti olar. Mənim 51 yaşım var. Bu sözləri deməyə belə utanıram. Maşın söz veriblər, söhbət də yalandır deyə o bildirib. Xatırladaq ki, sözü gedən qəza ötən həftə Heydər Əliyev prospektində baş verib. Bolt taksi şirkətinə məxsus avtomobilin sürücüsü idarəetməni itirib, arakəsməni yararaq prospektdə hərəkətdə olan Forda dəyib və yolun bu biri tərəfinə düşüb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb.